paltarlarını soncanda hansının ki uşu bir damcı özündə idi. Baxmayaraq ki, içi çalatı parça-parça olub, ayağı qopub, qolu qopub, plastinanı da qoy belə deyim, üstlərinə belə çəkirdilər, qan axa-axa. Bağışlayın, gözümüzün içine baxa-baxa, üzürlü hesab eləyin deyə-deyə. Elə qeyrətli həqiqətən oğlanlarımız var idi. Və yaxud da ki, batinkalarını soyunduranda, hansı ki, batinkanın içindən qan tökülürdü yerə. Onlar deyirdi ki, onlar üzürlü hesab eləyin, ayağımızdan iyi qoxu gələ bilər. Neçə gündür batinkadadır ayaqlarımız. Həmən o uşaqların içindən qarışıq, digər tip heyətimizdən də Allah hamd olsun, ayaqlarını qucaqlayıb öpürdük ki, sizin ayaqlarınızın qoxusuna da qurban olaq da bizdən ötürü belə əziyyəti çəkirsiniz. Aralığına yüngül yaralamışdı çiynindən. Üzünü çevirmişdi divara. Dedim, oğlum, nə lazımdır sizin üçün eləyəcək, qoymarıq sizə nəsə olsun. Dedim, mən hətta istəyirəm ki, məni Murova qaldırsınlar. Mən bu yardımı sizə orada eləyim. İnanın, tüküm